Peyğəmbər sallallahu dedi ki, nə istəyirsən Əlidən? Sözə bax. Nə istəyirsiniz Əlidən? Bilmirsiniz ki, o mənim canımdır, mənim ruhumdur, mənim özümdür. Bilmirsiniz. Nə istəyirsiniz Əlidən? İndi biz bütün dünyaya deyirik bunu. Nə istəyirsiniz Əlidən? Nə istəyirsiniz? O ki, insanlara, bəşəriyyətə gözəllikdən başqa bir şey təqdim eləmədi. O ki, sözü gözəl, özü gözəl, əməli gözəl. Hər kəs istəsə ondan ibrət olar. Hər kəs istəsə ondan dərs olar. İndi də ondan bəhrələnər. Sözündən, əməllərindən. Qiyamətə qədər insanlara, bəşəriyyətə bir məktəb qoyub, Əli adında bir məktəb, özdə zəngin məktəb, dolu məktəb. Nəhcül Bəlağəsinin hələ bütün xütbələri dör Nəhcül Bəlağa. Bir hissəsini toplayıb Seyyid Rəzi. Hələ o bir hissə olan Nəhcül Bəlağada ondan da bir dənə kəlməsini götürürsən, bir ömür sənə bəs eləyir. Nə istəyirsiniz Əlidən? Nə istəyirsiniz Əlidən?